Ümumiyyətlə, enerji nədir? Negativ enerji nədir? Pozitiv enerji nədir? Bunu Laura dildə mən izah etmək istəyirəm. Negativ enerji insan özü ilə yox, başqaları ilə məşğul olur. Bütün düşüncələri, həyatı başqaları ilədir. Yəni necə? Səhər durdun, telefonu götürdün, ilk girəcəyin sosial şəbəkələrdə başqalarına məşğulsan, düzdürmü? Başqalarının həyatı ilə məşğulsan, nə edir, necə edir, kim nə status qoydu, kim nə işlə məşğuldur, düzdür? Artıq sən özünə negativ enerjini çəkmiş olursan. Yox, sən yuxudan oyandın, gecə yata bilməmisən, yuxusuz olmusan, halın yoxdur, yorğunsan və bunun sualını vermirsən ki, mən niyə bu cür oyandım və bunun səbəbi nədir? Əlbəttə ki, əgər bu hallar baş verirsə, sən artıq negativ enerjidəsən. Gecəni normal yatıb oyana bilmirsənsə, bir yox, bir neçə səbəbləri var. Bu ayrı bir mövzudur. Bunu inşallah qismət olarsa daha ətraflı çəkərəm. Negativ enerjide artıq insan başqalarına məşğul olur. Yəni, baxdığın, gördüyün və ünsiyyət qurduğun hər kəslə detallı şəkildə və bu, onu da qeyd edim ki, takıntıdır, detallı şəkildə o insanın həyatına girirsən. Saçı, makyajı, geyimi, həyat tərzi, hara getdi, necə keçirdi, nə edir, nə cürdür. Sənin bütün fikrin o insanla bağlıdır. O insanın həyat tərzi ilə bağlıdır və başqaları ilə bağlıdır. Və sən öz enerjini öz həyatına sərf edə bilmirsən, başqalarına sərf edirsən. Sən artıq özünə məşğul ola bilmirsən və onun içində mən bildim, mən bacardım, mənim uşağımdır deyə belə, məsələn, dünyaya nə gözəl uşaq gətirmişəm və yaxud da mən belə gözəl anayam, mən bacarıram, məndən yoxdur. Bunlar mən negativ enerjilərdir, egolar, narsizm, ən böyük negativ enerjidir həyatımızın. Çünki sosialda artıq biz ən çox da bizim sosial şəbəkədəki fəaliyyətimiz, məsələn, Facebook'un, mən düşünürəm ki, Facebook bizim yüksək mənimizdir. Orada artıq biz etikanı qoruyaraq, nələrsə addım atırıq və yaxud da qorumayaraq, aşağıdırsa, aşağı yüksək mən. Ego artıq narsistik davranışları biz Instagramda göstəririk. TikTok'da isə bizim şuuraltımız işə düşür və biz kimik, nəyik həqiqətən. Yəni, bütün sosial şəbəkələrdə biz özümüzü göstəririk. Hər bir zərrə də bizim enerjimizi daşıyır. İstifadə etdiyimiz ən xırda bir əşya bizim enerjimizdir. Əgər bu enerjini kimsə oğurlamaya çalışarsa, mənimsəməyə çalışarsa, məndə də olsun, onda da var deyərək edirsənsə, bu enerji oğurluğu olur və negativ enerjidir. Sənə aid olan əşyanı sənin enerjində olmasına çalış. Filan kəs bunu alıbdır, onun enerjisində onu almaq istəyirəm və ona sahib olmaq istəyirəm. Onun maşını kimi maşınım olsun, onun evi kimi evim olsun, onun geyimi kimi geyimim olsun dediğin halda bir müddət ola bilər uğurladığın üçün. Əgər o insan, uğurladığın insan fərqinə varırsa, o əlindən bir heç kimi və problemli şəkildə yoxa çıxa bilər. Ona görə bir şeyi əldə edəndə, alanda mənim enerjimdə, məni özünküləşdirin. Həmin şey sizə aid olsun, sizin enerji alanınıza girsin. Falan kəs gedib o koftanı, o geyimi falan markadan aldığı üçün mən də mütləq ki, gedib onu almalıyam. O ona sahib olubdu deyəni, o çantaya, nə bilim, o ayaqqabıya. Mən də eynisini edim və onun enerjisini manifestləyim. Yəni, bu dəqiqə dəb halındadır. Yəni, bunu etməyin. Siz hansı enerjidəsinizsə, negativdə bir şey manifestləsəniz, o sizə negativ halında gələcək. Onun əks tərəfi gələcək, pozitiv tərəfi yox, negativ tərəfi gələcək. O yüzden bir şey edəndə pozitiv enerjide edin. Başqasını bunu əldə etdiyi üçün mən də edə bilərəm. O onu əldə edib, mən niyə əldə etməyim? Onun bu var, məndə niyə olmasın? Sən özünə yönələndə bu pozitiv enerjide olur. Sənin enerjində olur və pozitiv olur. Uğurlanmış enerji olmur. Kiminsə aid olduğunu səndə olduğu zaman sən daha çox ziyan verəcək. O sənin əlindən gedəndə bil ki, sənə aid deyildi. Əgər səninlə daim qalırsa, bu demək sənin əzimin, işin, daxili gücün sayəsində, hərəkət etdiyin bir davranışın sayəsində əldə etmirsən onu. Başqasına aid olan əşyaları
istifadə etmək, mənimsəmək çox təhlükəlidir. Bunun fərqinə varın. O sizə daha əldə edə bilmək həmin an çox şirin ola bilər. Bir müddətdən sonra o sizə zərbə vuraraq əlinizdən yox olacaq. Ona görə də heç kimə aid olan heç bir əşyanı, heç nəyi mənimsəməyin. Çünki o sizə aid deyil. O insana aiddir. O insan əziyyət çəkərək əldə edibdir və sən hap deyə gəlib onu əldə etməyə çalışma, oğurlamağa çalışma. Necə ki, dövlət sahəsində hər hansı bir insan girir, hər hansı bir vəzifəyə sahibdir, dövləti talan eləyir, yeyir və sonra onu heç görünmədiyi yerdə əlindən alınır və üstəlik hesabatları gedir. Onlar boş yerə deyil. Oğurlanan hər bir şey gec-tez sahibini tapır. Bunlar danışdığım hər biri negativ enerji. Pozitiv enerji odur ki, insan sıfırdan yavaş-yavaş mərtəbələri qalxaraq yüzə qalxır. Bu pozitiv enerji və bu itmir. Bunu insan, hər hansı bir negativ enerjili insan gəlib bunu uğurlamaya çalışsa, o yenidən 5-ci mərtəbədən 4-ə düşsə belə, 4-də itirdiyi 5-ci mərtəbəni 6, 7, 8 pilləkən qalxır əksinə. Güc tapıb, ayağa qalxıb yenidən gedəndə. Yəni, uğurladığın insan, baxın, o güc sayəsində əldə edibsə, o daha da irəli gedəcək, daha da yüksəklərə qalxacaq. Siz onu məhv edə bilməzsiniz. Başa düşdünüzmü? Yəni, baxın, görün qarşınızda kimdir? Hiçbir güclü insanı kimsə məhv edə bilməz. O yüzden kimsenin enerjisini uğurlamayın. Sadece özünüze yönəlin. Bəli, bir əşyadan, bir markadan hər yerdə var. Düzdürmü? Falan kəs onu alıb deyil, mən də onu alım. Məndə də nəysə yaxşı olacaq, nəysə işlərim düz gedəcək. Yox. Hətta biz negativ enerjide olanda, depressiyada olanda gedirik ki, gedim çıxım evdən, biraz alışveriş edeyim, biraz havamı dəyişim, düzələcəm falan. Bu düzəlmir. Bu baş qatmaqdır. Bu problemi bastırmaqdır. Sən birinci sorğula, niyə görə mən depressiyadayam, niyə bu vəziyyətdəyəm? O sualları özünə verərək kökünü tap, həll edə bilirsənmi? Məntiqimiz icazə vermir problemi həll etmək. Məntiqin özünə ağıl, kəmal verə bilərsən. Bəli, sən bunu bir düz etmədinsin, amma işi görmək lazım olanda sən eyni şeyi təkrar edirsən, çünki şuur altındakı proqram təkrar eyni şeyi edəcək. Əgər sən fərqinə varmısansa və buna gücün yoxdursa, bir də psixoterapiya etməlisən. Bəzi insanların egoları imkan vermir ki, yox, mən gedib, kimsə məndən ağıllıdır, kimsə mənə məsləhət verəcək, nə olub özüm ağlıma falan. Psixoloq ağıl vermir. Kimsənin kimsəyə də ağıl verməsinə ehtiyac yoxdur. Çünki hər bir insanın egosu ona imkan vermir ki, kimsə ona ağıl versin. İkincisi, psixoloq şuuraltını görən və sənin davranışını dəyişməkdə maraqlı olan insandır. Amma bizim ətrafımızdakı olan insanlar, hansı ki problemi danışırıq, o insanlar bizim problemimizi şuuraltıda, dildə deyə bilərlər. Hə, yaxşı olacaq, narahat olma. Amma onun şuuraltısına baxsaq, adətən çox zaman sevinir. Ümumiyyətlə sevinir ki, nə yaxşı, məndə bu problem yoxdur. Amma dildə hamı çox asan bir şeydir, məsləhət vermək. Amma bu işi psixoloq etmir. Ona görə problemi bastırmaqdansa, negativ enerjidəsən, sən depressiyadasan, gedirsən alışverişə, düzdürmü? Aldığın alışverişə də etdiyin hər hansı bir, məsələn, o çantanı sən negativ enerjide aldığın üçün o qədər bahalacaqsan ki, o qədər olduğu qiymətdən yüksək alacaqsan, elə biləcəksən ki, həqiqətən sən bir özgüvən qazandın o alışveriş edəndə. Düşünürsən ki, yüksəldi. Əksinə, görsən ki, həmin situasiyada satıcı səni aldadıb. Doğru olan qiymətin yerinə üstünə 5 qat üstünə qoyaraq satıbdı. Çünki sənin enerjin onu tələb edirdi. Məsələn, marka bildiyin hər hansı bir ayaqqabını baxırsan ki, bir müddətdən sonra marka deyilmiş, səni aldadıblar. Bu da negativ enerjinin alışverişin nəticəsidir. Ona görə pozitiv enerjide edin. Nə yaxşı addımınız, uğurlu addımınız varsa pozitiv enerjide etmək lazımdır ki, uğur, şans, bərəkət gətirsin. Negativ enerjide etdiyiniz hər şey yox olacaq, bir heç olacaq, əldən gedəcək.
Bu qədər.